Cağımıza söz veririk. Axı biz jurnalistlərik. Baba Əliyev, Əli Allahverdiyev, Sənan Salmanov, JTV. Təhsil işçiləri tələbələrin bilik səviyyəsini artırmaq, savadlı kadr yetişdirmək üçün tədris sistemində müxtəlif dəyişikliklər edirlər. Ayrı-ayrı zamanlarda Bologna prosesinin tətbiqi, distant təhsilin genişlənməsi, elektron dəstəklərin geniş yayılması eyni məsələyə xidmət edir. Bəs görəsən təhsil sistemində aparılan bu islahatlar tədrisin keyfiyyətini artırırmı? Gec də olsa digər ali təhsil ocaqları kimi Bakı Dövlət Universiteti də semestr imtahanlarında test tətbiqinə keçdi. Bunu da öz növbəsində müəllim və tələbələr birmənalı qarşılamadı. Bizim üçün əsas yazmaq, nitqimizi bildirmək lazımdır və bunun üçün də test bizi çərçivə daxilinə salır və məhdudlaşdırır. Bir tərəfdən onu qeyd edə bilərəm ki, müəllimlərin obyektiv olmasına daha çox nəticə yaradır test üsulu. Ben demek istiyorum ki önce test suallarıyla bizi tanış etseler daha iyi olur. Ama bu sistemde olmadığı için çok kötü olacaktır bence. Neye göre narazıyım? Çünkü testte hazır böyle deyimde sözler var. Biz fikirləşmirik de. Yani cümle kurmağı fikirləşmirik ki bize gelecekte ziyan olacak. Çünkü biz öz fikrimizi ifade edebilmeyeceğiz. Jurnalistika fakültəsinin nəzəriyyə və təcrübə kafedrasının müdürü Cahangir Məmmədli isə testin həm müsbət, həm mənfi cəhətləri olduğunu vurğuladı. Şəxsən mənim üçün bu üsulun, test üsulunun ən böyük önəmi orasındadır ki, tələbə müəllimdən asılı olmur. Mənim həyatımın, müəllimlik illərimin ən böyük arzusu bu olub ki, tələbə müəllimdən asılı olmasın imtahan anında. Yaradıcı fakültələrdə, yaradıcı ixtisaslarda testlə imtahan götürməyin bəzi narahatlıqları var. Xüsusilə bizim jurnalistika ciddi yaradıcılıq prosesi olan bir peşədir. Bu peşə ilə bağlı test üsulu tələbənin tam mənasıyla qiymətləndirməyə o imkan vermir. Tələbənin bütün potensialını ortaya çıxartmaq test üsulundan çətindir. Bu qəbul imtahanında da belədir. Yəni abituriyentlərin də tam mənasıyla biliyini ortaya çıxartmaq test üsulundan çətindir. Amma neyiniyək ki, bu üsul obyektivliyi təmin edir, tapşırıqları ortadan götürür, tələbənin müəllimdən asıllığını ləğv edir. Xarici Dil Kafedrasının müdürü Abbasov Abbas müəllim isə bu sistemdən ümumiyyətlə razı deyil. Bütövlükdə humanitar, xüsusilə də humanitar fənlərdə testdə keçmək, yəni fənlərin ziyanınadır. Çünki humanitar fənlərdə, xüsusilə də əcnəbi dillərdə, xarici dillərdə dialoq lazımdır, tələb olunur. Tələbə deməlidir, tələffüz eləməlidir, o fonetik qanun qaydanı orada da öyrənməlidir. Amma getdikcə deyək ki, hamısıdır, testdə tərtib olunur, tətbiq olunur, danışıqdan, şifahi danışıqdan hamısını məhrum olur. Tədris işləri üzrə prorektor Vüsət Əfəndiyev isə bu dəyişikliyin səbəblərinə aydınlıq gətirdi. Biz bu test sisteminə keçməyin hazırlıq mərhələsindəyik. İndi lap yaxın günlərdə hörmətli rektorumuzun müvafiq əmri fakültələrə gedəcək. Və bu da yenə də əsasnaməyə zidd olan addım deyil. Ümumiyyətlə tələbələrin biliyi 3 formada qiymətləndirilir. Dialoq formasında, yazılı formada və nəhayət dediyiniz test formasında. Bilirsiniz, o vaxt əzbərçilik ola bilərdi ki, deyək ki, 25 tələbədir və 25 dənə də test olacaq. Tələbə də bunun düzgün cavabını əzbərləyib gələcək. Ancaq test tərtib olunanda bir sualda, deyək ki, bir mühacirə saatına 10 test tərtib olunur. İndi siz təsəvvür edin ki, fən var ki, 60 saatdır, 90 saatdır, 120 saatdır. İndi onu vurun siz ona hər bir sualını, görün orada nə qədər test var. İndi tələbə bunun 100-ünü əzbərləsin, 200-ünü, daha bunun 800-ünü, 1000-ünü əzbərləyə bilməz ki. Tələbə gedəcək, onun cavabını axtarma. Lap yaxşı. Onda tələbə o cavabı tapacaqsa da, demək, proqramın mənimsəməsi olur, o fənni bilmiş olur. Biz də onu istəyirik. Söylənilən fikirlərdən aydın olur ki, test sistemi həm də tələbələrin bilik səviyyəsini artırmaq üçün tətbiq edilir. Bəs təhsilin keyfiyyəti artacaqmı? Bunu bilmək üçün bizə yəqin ki, 1 il yox, daha çox illər lazım olacaq. Aytən İmanova, Sənan Salmanov, JTV. Axşamınız xeyir, efirdə idman xəbərləridir. Studiyada